mərkəzindəki Abşeron yarımadasında Bakı şəhərindən 30 km aralıda Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən müxtəlif dövrlərdə Zərdüştilər, Hindistilər, Siklər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov mənbədidir. 17-18-ci əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı Alov evi və ya Alov yeri anlamı verir. Memarlıq kompleksi planında 5 güşəli, çıxıntılı və iri giriş yerinə malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən 4 güşəli alov məbəddən ibarətdir. Girişin üzərində Şirvan Abşeron memarlıq məktəbicə xarakterik olan qonaq otaqları balaqana inşa edilmişdir. Kompleksin inşa tarixi 1713-cü ilə aid edilir. Məbəd özü isə daha qədim dövrlərdə mövcud olmuş və ilkin quruluşunu saxlayaraq dövrümüzə çatmışdır. Alov atları Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim atlar inşası ənənələrini əks etdirir. Alov atları planın ənənəvi görünüşündə 4 künədən sütunla dəstəklənən, günbəzlə örtülmüş və 4 tərəfə açıq forması da buradan qaynaqlanır. Qız qalası. Qala qədim qala divarlarının cənub-şərq hissəsində dənizkənarı parkı, bulvar yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Hündürlüyü 28 metr, diametri 1-ci mərtəbədə 16,5 metrdir. 1-ci mərtəbədə divarın qalınlığı 5 metrə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildə muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmışdır. Şirvanşahlar dövləti hökmdarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı kompleksə saraydan başqa divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, saray hamamı, ovdan, saray alimi Seyid Yahya Bakıvının türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray kompleksi 8-ci əsrdən 16-cı əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar 15-ci əsrin əvvəllərində Şirvanşah 1-ci Xəlilullahın hakimiyyəti dövründə tikilib. Thank you.